Salam. Bu videoda materiklərin iqlimi haqqında danışacağıq. Materiklərin iqliminə keçməzdən öncə iqlim və iqlim qurşaqları haqqında müəyyən məlumatları təkrar edək. İqlim müəyyən ərazi üçün səciyyəvi olan, təkrarlanan hava rejimidir. Yəni ritmik bir prosesdir. İqlimin əmələ gəlməsində bir sıra amillərin qarşılıqlı əlaqəsi mövcuddur. İqlimi əmələ gətirən amilləri biz iki yerə bölürük. Əsas amillər və digər amillər. Əsas amillərə aiddir. Coğrafi enlik, yəni ekvatordan qütbə doğru günəş şüalarının düşmə bucağının fərqli olması, yəni azalması deyək, tropiklərdən qütbə doğru günəş şüalarının düşmə bucağının azalması iqlimin soyumasına səbəb olur. Hippark da deyirdi ki, günəşin üfüqdəki hündürlüyü artdıqca iqlim istiləşir. Və həqiqətən də belədir ki, günəşin üfüqdəki hündürlüyü daha çox olan tropik qurşaqda temperatur daha yüksək, tropiklərdən uzaqlaşdıqca isə günəşin üfüqdəki hündürlüyü azalır və temperatur aşağı düşür. Hava kütlələri, atmosferin ümumi sirkulyasiyası, daimi küləklər və s. bura aiddir. Səth örtüyü aydın məsələdir ki, su və quru səthi müxtəlifdir və su səthi daha mülayim olur. Yəni suyun istilik tutumu çox olduğuna görə iqlimi mülayimləşdirir. Quru səthində isə materiklərin mərkəzinə doğru quru səthinin sahəsi genişləndiyi üçün və bu zaman kontinentallıq artır, əks etdirmə qabiliyyəti artır, istilik tutumu isə azalır. Yəni səth örtüyü də iqlimə təsir edən əsas amillərdir. Digər amillər, yamacın ekspozisiyası, yəni yamacın mövqeyi. Günəşə tərəfdirsə aydın məsələdir ki, isti iqlimdir, günəşin əksinədirsə, deməli iqlim nisbətən soyuq olacaq. Mütləq hündürlük. Dağın ətəyindən zirvəsinə doğru temperatur aşağı düşür. Okeanlardan uzaqlıq. Okeanlardan uzaqlaşdıqca iqlimin kontinentallığı artır, quruluğu artır. Okean cərəyanlar, isti cərəyanlar. Suyu isti olduğu üçün isti su buxarlanar. Buxarlanma zamanı qalxar yuxarıda soyuyar və buludları əmələ gətirər. Kondensasiya prosesi nəticəsində buludlar yaranar və buluddan yağışlar düşər. Buludda olan yağıntının əsas hissəsi maye halda olur. Və beləliklə isti hava, isti cərəyanlar isti havanı yaradır. İsti hava yüngül olur, qalxır. Yəni alçaq təzyiq qalxan hava sahəsi yaradır isti cərəyanlar. Qalxdıqdan sonra isə yağıntı baş verir. Sahillərdə isti cərəyanlar buxarlanma ilə buxarlanma qabiliyyəti arasındakı fərqi azaldır. Soyuq cərəyanlar isə əksinədir. Hava soyuq, suyu soyuq olduğuna görə soyuq hava şəraiti yaradır və bu soyuq hava yuxarı qalxa bilmir. Yüksək təzyiq sahəsi yaranır və quru hava formalaşır. Və quru hava formalaşdığı üçün sahillərdə buxarlanma ilə buxarlanma qabiliyyəti arasındakı fərqi artırır. Yəni yağıntı düşmür. Hətta dünyanın ən quraq səhrasını, yəni Atakama səhrasını yaradan soyuq cərəyandır. Yəni soyuq cərəyan təsiri ilə yaranır. Bundan başqa Benger, Qərbi Avstraliya, Kanar və s. kimi soyuq cərəyanlar sahillərdə səhraların yaranmasına səbəb olur. Relyef şəraiti. Müxtəlif misallar göstərə bilərik. Məsələn, Avstraliyanın şərq hissəsi isti okean cərəyanının təsirinə məruz qalır və isti cərəyan bura bol yağıntı gətirir. Avstraliyanın şərq hissəsində böyük su ayırıcı dağlar imkan vermir ki, materikin daxilinə doğru buludlar irəliləsin. Eyni zamanda Himalay dağlarını qeyd edə bilərik ki, Himalay dağlarının ən çox yağıntı cənub yamacına düşür. Hətta dünyanın maksimum ən çox yağıntı düşən məntəqəsi də Çeropunçi məntəqəsi burada yerləşir. Hind okeanından gələn hava kütlələri Himalay dağlarının hündür olma səbəbilə materikin daxilinə doğru irəliləyə bilmirlər. Məsələn, Himalay dağlarının Tibet yaylasının şimal hissəsində Təşləməkan səhrası var. Amma cənub hissəsi dünyanın ən çox yağıntılı məntəqəsidir. Eyni zamanda Ant dağları, Kordilyer dağlarında da misal göstərmək olar ki, relyef gələn buludların qarşısını alır və bura daha çox yağıntı düşməsinə səbəb olur. Məsələn, Kordilyer dağlarının qərb ətəklərinə yağıntı daha çox düşür. Apalas dağlarının şərq ətəklərinə daha çox düşür. Mussondur. Sonra Əjdaha dağlarının şərq ətəklərinə daha çox yağıntı düşür. Ural dağlarının qərb ətəklərinə daha çox yağıntı düşür. Sxote Alin dağlarının şərq ətəklərinə daha çox yağıntı düşür. Yəni okeana yaxın haradırsa, o hissədən daha çox yağıntı gəlir. Böyük su ayırıcı dağlarda da şərq ətəklərinə daha çox yağıntı düşür deyirik.
Və bu da relyef şəraitin iqlimə təsiridir. İqlimi biz iki yerə bölürük. Alisovun iqlim təsnifatına əsasən. Təbii ki, Alisovun iqlim təsnifatında hava kütlələri və orta illik temperatur nəzərə alınır və 13 iqlim qurşağına ayrılır. Əsas iqlim ekvatorial, tropik, mülayim, arktik və antarktik. Keçidlər isə sub sözü olanlardır. Subekvatorial, subtropik, subarktik və subantarktik. Əsas hava kütlələrinin keçid hava kütlələrindən fərqləndirən əsas amil onların özünə məxsus xarakterik xüsusiyyətinin olmasıdır. Yəni özünə məxsus hava kütlələrinin olmasıdır. Amma keçid iqlim qurşaqlarında öz hava kütlələri mövcud deyil. Yəni hava kütlələri olmur. Onlar əsas iqlim qurşağının hava kütlələri ilə təsirlənir. Bir dəfə özündən şimalda, bir dəfə özündən cənubdakı əsas iqlimin havasını qəbul edirlər, xarakterini, xüsusiyyətini qəbul edirlər. Məsələn, subtropik qurşaq yayda tropik, qışda isə mülayim hava kütlələrinin təsirinə məruz qalır. Gəlin buna biz cədvəl üzrə daha aydın baxaq. Ekvatorial hava kütlələri, ümumiyyətlə əsas hava kütlələrinin xüsusiyyətlərini bilək birinci. Ekvatorial il boyu isti və rütubətlidir. Yağıntının miqdarı 2000-3000 mm-dir. Orta illik temperatur 25 dərəcədən yuxarıdır. Tropik il boyu isti və qurudur. Mülayim il boyu sərin, mülayimdir və yağıntılıdır. Arktik il boyu soyuq, qurudur. Eyni zamanda Antarktik üçün də bunu deyə bilərik. Bu şimal yarımkürəsi üçündür. Baxaq, ekvatorial sanki bu iqlimlər Günəşi təqib edir. Günəş şimal yarımkürəsində olanda, yəni iyul ayında ekvatorial subekvatoriala təsir edər. Və ona görə də subekvatorialın yayı, şimal subekvatorialın iyul ayı, iyun-avqust ayı deyək, daha çox yağıntılı olur. Çünki ekvatorial öz hava kütləsini, öz xarakterini bura verir. Tropik öz hava kütləsini, öz xarakterini yay fəslində subtropikə verir. Ona görə də yay fəsli subtropikdə isti və quru olur. Bu da bizim ölkəmiz üçün də xarakterikdir ki, subtropikdə yerləşdiyimizə görə ərazimizin çox hissəsi subtropikdə yerləşir, az bir hissəsi mülayimə düşür. Ona görə bizdə bu müşahidə edilir ki, yayımız isti, quru, qışımız isə mülayim keçir əsasən. Sonra mülayim olduğu kimi il boyu bərabərdir, sərin və yağıntılıdır. Mülayim hava kütlələri yayda subarktikə təsir göstərər və yay sərin və yağıntılı keçər. Sonra arktik də il boyu sərin, daha doğrusu soyuq və qurudur. Yağıntı az miqdarda düşür və o da qar halında, bərk halda düşür. Sonra qış fəsli gəlir, Günəş cənub yarımkürəsinə keçir. Bu zaman arktik hava kütlələri Günəşi təqib etməyə başlayır, cənuba doğru istiqamətlənir. Arktik subarktikə təsir edir. Subarktikin qışı soyuq və quru olur. Mülayim subtropikə təsir göstərir qış fəslində, dekabr-fevral aylarında və bu zaman subtropikin qışı yağıntılı və sərin, mülayim keçir. Tropik il boyu isti qurudur və qış fəslində subekvatoriala təsir edir. Subekvatorialın yağıntısı əsas hissəsi yayda düşür, amma qış aylarında quru olur. İsti quru hava şəraiti formalaşır. Gəlin diaqramlara baxaq, sonra iqlimlərə keçərik. Ekvatorialda yağıntı il boyu bərabərdir. Temperatur il boyu demək olar ki, dəyişmir. Temperatur amplitudunun, illik temperatur amplitudunun ən az olduğu iqlimdir. Bu şimal subekvatorialdır. Orta hissəsi şimala yönəlir və yağıntının əsas hissəsi iyun-avqust aylarında düşür, yay fəslində. Sonra bura diqqət yetiririk. Ox istiqaməti, yəni orta hissə daha doğrusu. Qırmızı xətt, temperaturu bildirən qırmızı xətt orta hissəsi aşağı yönəlibsə, deməli bu cənub yarımkürəsidir. Və görürəm ki, cənub yarımkürəsindədir, yağıntı yanvar-dekabr aylarında, yəni yay fəslində müşahidə edilib. Aydın məsələdir ki, bu cənub subekvatorial iqlim olacaq. Tropiklərdə il boyu demək olar ki, isti qurudur və yayda temperatur 30 dərəcəyə qədər, qışda isə 20-nin altına düşür. Yəni bu da kiçik bir rəqəm deyil, böyük rəqəmdir. Yağıntının miqdarı isə çox azdır. Şimalda tropikin rütubətli tipi var, dəniz tipi var. Orada yağıntı il boyu boldur və temperatur da 20-30 dərəcə arasında dəyişir. Bu cənubun tropikidir. Sonra gəlirik cənubu rütubətli tropikinə. İl boyu 20-30. Bax, fikir versəz,
Demək olar ki, tropikdə əsas 20-30 dərəcə arasında temperatur dəyişir. Tropik dənizdə Cənub yarımkürəsində yağıntı il boyu demək olar ki, bərabərdir. Subtropikin diaqramına baxırıq. Aralıq dənizi. Görürəm ki, yuxarı yönəlib şimal yarımkürəsidir və yağıntının əsas hissəsi yanvar-dekabr aylarında, yəni qış fəslinə düşür. Bu tipik subtropikin diaqramıdır, yəni qışı yağıntılı keçib və buna da aralıq dəniz iqlimi deyirik. Temperatur mənfiyə düşməz. Bu diaqrama baxırıq, görürük ki, orta hissəsi cənuba yönəlib. Bəli, deməli bu aşağı yönəlib, deməli bu cənubi yarımkürəsidir və görürük ki, yağıntının əsas hissəsi iyun, avqust aylarında düşüb, yəni qış fəslində. Temperaturun ən aşağı olduğu müddətdə yağıntı ən çox olub. Yenə də bu da qışı yağıntılı olan Aralıq dənizinə uyğun gəlir. Sonra subtropik musson. Mussonlarda yağıntı çox olar, 0 dərəcəyə qədər temperatur düşür. Yayda 25-ə qədər qalxır. Yağıntı da yay fəslində müşahidə edilir. Subtropikin bərabər rütubətlənən tipində temperatur il boyu dəyişsə də yağıntı demək olar ki, dəyişmir. Yağıntı il boyu bərabərdir və təbii ki, yalnız cənub yarımkürəsində müşahidə edilir. Subtropik kontinental tipində yağıntının əsas hissəsi qışda düşür. Temperatur amplitudu böyükdür, 25-5. Temperatur amplitudu illik temperatur amplitudu 30 dərəcəyə yaxındır. Mülayim dəniz. Yağıntı 931 il boyu bərabərdir. Temperatur ən soyuq ayın orta temperaturu belə mənfi olmur. Yəni yanvar ayının orta temperaturu belə 0-dan yuxarıdır. 5 dərəcə 15 dərəcə arası dəyişir təqribən. Şimal mülayim kontinental. Əsasən yağıntının miqdarı 600-dür. Yağıntının əsas hissəsi yay fəslində düşür və temperatur mənfi 10, müsbət 15 dərəcə arası təqribən dəyişir. Kəskin kontinentalda illik temperatur amplitudu ən çoxdur və Şimali Amerika, Avrasiyada müşahidə edilir. Yalnız iki materikdə müşahidə edilir. Şimali Amerika və Avrasiya. Ən kəskin kontinental, ən çox illik temperatur amplitudunun müşahidə edildiyi iqlimdir. Mülayim musson. Mülayim mussonu subtropik mussondan fərqləndirən cəhət odur ki, mülayim mussonda temperatur mənfiyə düşər. Mənfi 5, müsbət 25 arası dəyişir və yağıntının əsas hissəsi yay fəslində müşahidə edilir. Şimal subarktik qurşağıda 442 yağıntının miqdarı və temperatur mənfi 15, müsbət 10 dərəcə arası dəyişir. Arktik qurşaqda aydın məsələdir ki, ən isti ayın orta temperaturu təxminən 5 dərəcəyə qədər qalxır. Demək olar ki, ilin aylarının çox hissəsi temperatur mənfidir. Yağıntı yay fəslində, o da qar şəklində düşür. Bu da cənub subantarktik iqlimin deməli diaqramıdır. Keçək materiklərin iqliminə. Materiklərin ayrı-ayrı iqlimi haqqında danışacağıq. Birinci başlayaq Avrasiyanın iqlimindən. Avrasiyanı da iki yerə bölək. Avropa qitəsi və Asiya qitəsi. Avropa haqqında danışaq. Avropada inkişaf etmiş ölkələrin çox olması, elmin inkişafı, təcrübələrin daha çox aparılması bu ölkənin iqliminin daha dərindən öyrənilməsinə səbəb olmuşdur. Bu qitədə fəlakətli hava hadisələri tez-tez baş vermir, amma hər il turşulu yağışlar yağır deyə bilərik. Həmçinin meteoroloji təbiət hadisələri planetimizin digər hissələrinə nisbətən burada daha az baş verir. Və Avropada meteoroloji stansiyaların olması, kosmosda müntəzəm olaraq müşahidələrin aparılması hava haqqında dəqiq proqnoz verməyə kömək edir. Avropanın iqliminin formalaşmasına təsir göstərən əsas amil onun təbii ki, coğrafi mövqeyidir. Şimal yarımkürəsində əsasən mülayim iqlim qurşağında, yəni böyük hissədə mülayim qurşağa düşür. Atlantik okean sahillərində yerləşən Qərbi Avropanın ümumilikdə mülayim, yumşaq iqlimi olması ilə səciyyələnir. Və Avropada il ərzində günəş şüalarının düşmə bucağı kəskin dəyişir. Bunun üçün də Avropada fəsillər aydın müşahidə edilir. Fəsillər aydın müşahidə edilir, xüsusən subtropik və mülayim iqlimdə. Avropanın da əsas hissəsi mülayim və subtropik iqlimdə yerləşir. Və şimal yarımkürəsində olduğu üçün daimi küləklər sağa meyl edir. Və Qərbi Avropanın
İqlimə təsir edən amillərdən biri də hakim küləşlərin deməli istiqamətidir. Bura qərb küləşləri təsiri altındadır və Avropanın qərb sahillərinə qərb küləşləri böyük təsir göstərir və çox yağıntı gətirir. Eyni zamanda isti okean cərəyanlarının da təsiri çoxdur. Şimali Atlantika cərəyanı və onun davamı Norveç cərəyanı bura bol yağıntı gətirir deyə bilərik. Həmçinin də materikin girintili çıxıntı olması, suyun və içəri daxil olması, həmçinin də e, deməli havanın rahat şəkildə daxil olması onun iqliminə təsir edən amillərdəndir. Və materikin daxilinə doğru, qitənin daxilinə doğru iqlimin kontinentallığı artır. Rütubət azalır, kontinentallıq artır. Baxsaq ki, London, Böyük Britaniyanın paytaxtı London şəhərində orta illik temperatur illik temperaturun gedişi verilib burada. Görərik ki, temperatur qış ayında belə mənfiyə düşmür, çünki mülayim dəniz iqlimdir və temperatur müsbət 20-yə qədər qalxır. Amma bu hissəyə baxsaq ki, Rusiyanın paytaxtı Moskvada temperatur mənfi 10 dərəcəyə qədər düşür, hətta ondan da aşağı və yayda 16-17 dərəcəyə qədər qalxır. Bu isə kəskin kontinental, daha doğrusu mülayim kontinental iqlimin diaqramıdır. Və az öncə də qeyd etdik ki, Avropanın qərb hissəsində mülayim iqlimin geniş sahə tutması, həmçinin okean cərəyanları ilə bağlıdır. Şimali Atlantik və Norveç isti cərəyanları bura bol yağıntı gətirir və sahillərdə buxarlanmanın artması nəticəsində rütubətin artması, həmçinin də qış aylarında tavanın temperaturunun yüksəlməsinə səbəb olur. Yəni isti cərəyanda özü ilə bərabər isti hava gətirir. Hava qış fəslində belə çox soyumur. Və eyni zamanda bura fikir versəz, iqlim xəritəsinə baxaq, görərsiniz ki, bax bu hissədə mülayim iqlim, Labrador yarımadasına baxın. Bu hissədə şimala doğru meyllənir. Mülayim iqlim qurşağı. Hətta mülayim dəniz Skandinaviya yarımadasının qərb hissələrinə, yəni qütb işıqlanma qurşağına qədər qalxır. Bunun səbəbi nədir? Aydın məsələdir ki, isti okean cərəyanları bunun səbəbi hesab edilir. Sonra Avropanın şimal hissəsində Arktik iqlim qurşağı yerləşir. Xüsusən də burada Avropanın şimalında yerləşən adalar, Spitsbergen, Franz Josef və sair kimi adalar buradadır və yalnız yayda temperatur 0 dərəcədən bir balaca yuxarı olur. Skandinaviyanın şimalında isə subarktik iqlim qurşağı yerləşir. Yağıntılar fəsillər üzrə qeyri-bərabər paylanır. Yağıntının əsas hissəsi yay fəslində düşür və yağıntının miqdarı azdır. Mülayim dəniz hava kütlələri bura gələn zaman yağıntı gətirir. Subarktik iqlim qurşağında yerləşən Şimali Avropa ölkələrinin ərazisində 2-8% kənd təsərrüfatını inkişaf etmişdir. Yəni, Şimali Avropa ölkələrində ərazinin cəmi 2-8% kənd təsərrüfatında istifadə edilir. Yəni, daimi donuşluqla, soyuqla əlaqədar olaraq digər sahələri istifadə edilmir. Amma mülayim qurşaqda demək olar ki, bitkiçilik, heyvandarlıq inkişaf etmişdir. Avropa qitəsinin qərb hissəsi daha rütubətlidir, mülayim dəniz iqlimi, şərq hissəsi isə kontinentallıqla əlaqədar nisbətən qurudur. Gəlin bir daha ümumiləşdirək. Cənub hissəsində subtropik iqlim yerləşir. Subtropik haqqında da danışaq, sonra ümumiləşdirərik. Cənubi Avropanı əhatə edir. Yay ayları isti və quru olur və qış ayları soyuq, qış ayları isə rütubətli olur. Və yağıntının əsas hissəsi ilin soyuq dövründə və yaxud da qış fəslində düşür deyirik. Çayları qış fəslində bol sulu olur və çayları yay aylarında yağıntı olmadığı üçün suvarmada istifadə edilir. Yağıntının miqdarı 600 min millimetr arasında dəyişir və qış fəslində düşür. Bir daha xatırladı. Aqroiqlim ehtiyatları yaxşı təmin olunub. Buna görə də bitkiçilik demək olar ki, inkişaf edib və bu regionda bitkiçilik heyvandarlıqdan daha üstündür. Yay aylarında suvarma işləri aparılır və xüsusən də Cənubi Avropada zeytun, sitrus meyvəçilik, üzüm, şəkər çuğunduru və sair kimi bitkilər əkilir. Üzüm yığımında İtaliya, zeytun yığımında İspaniya dünyada fərqlənir. Aralı dəniz sahilləri hər il
minlərlə turist qəbul edir. Bura turizm regressiya ehtiyatları zəngindir. Hər il Fransa, İspaniya, İtaliya ayrı-ayrılıqda 50 milyondan çox turist qəbul edir. Və burada İspaniyanın Menorka çimərliyi var. Balear adalarında yerləşir. Avropanın iqlimini ümumiləşdirək. Avropanın cənub hissəsində Piriney, Apenin, Balkan yarımadalarında, həmçinin Aralıq dənizində yerləşən adalar Balear, Korsika, Sardiniya, Siciliya, Krit adalarında subtropik iqlim xarakterlikdir. Avropanın böyük bir hissəsində, Skandinaviya yarımadasının qərb hissəsində, hətta burada qütb işıqlanma qurşağı daxilində belə mülayimdir. Ural dağlarına qədər, Xəzər dənizinə qədər, Qafqaz dağları, Krım yarımadası və s. Bax, Şərqi Avropa düzəni bu ərazilər mülayim qurşaqda yerləşir. Deməli, Avropa qitəsinin böyük hissəsi mülayim iqlim qurşağında yerləşir. Qərb hissəsi, okean sahilləri mülayim dəniz, şərq hissəsi isə mülayim kontinental iqlim xarakterlikdir. Şimal hissəsində isə Skandinaviya yarımadasının şimal hissəsində, Kola yarımadasının şimal hissəsində subarktik iqlim xarakterlikdir. Şimalda, Şimal Buzlu okeanda yerləşən adalarda isə deyirik ki, arktik iqlim xarakterik olacaq. Keçək Asiya. Bu da Avropanın yağıntı xəritəsidir. Əsasən qərb sahillərinə düşür və dağın yamaclarına düşür. Avropanın ən yağıntılı məntəqəsi Balkan yarımadasında Dinar dağlarının ətəkləridir. Bura 6000 mm yağıntı düşür. Ən az yağıntılı məntəqə isə Xəzər sahilidir. Xəzər sahili ovalıq, 150 mm yağıntı düşür. Asiyanın iqliminə baxaq. Asiyanın da coğrafi mövqeyi, sahəsinin böyüklüyü, onun şimaldan cənuba, qərbdən şərqə böyük məsafədə uzanması onun iqliminə təsir edən əsas amillərdən biridir. Və əsas iqlimləri burada qeyd edilib. Cənub hissəsində ekvatorial, Şri-Lanka, Malakka yarımadasının cənub hissəsi və Zond arxipelaqı bura daxildir. Böyük Zond, kiçik Zond. İl boyu ekvatorialda bilirsiniz ki, yağıntı bərabərdir, temperatur sabitdir. Sonra gəlir subekvatorial. Burada subekvatorial şimala istiqamətlənir. Çünki musson iqliminin təsiri ilə, musson yağışlarının təsiri ilə tropik qırılır, tam zolaq əmələ gətirə bilmir. Onun əvəzinə subekvatorial şimala doğru istiqamətlənir və ancaq bu hissədə subtropik iqlim mülayim işıqlanma qurşağında rast gəlinir. Adətən subtropik, daha doğrusu subekvatorial iqlim qurşağına tropik iqlim, daha doğrusu tropik işıqlanma qurşağında rast gəlinir. Amma burada mülayim işıqlanma qurşağında da subekvatorial iqlim mövcuddur. Sonra Cənub və Cənub-Şərqi Asiyada güclü tayfunlar baş verir və tayfunlar əslində tropik siklonlardır. Onların diametri 300-400 kilometrə, sürəti isə 300 km/saata çatır. Asiya üçün səciyyəvi olan atmosfer hadisələrindən biri hesab edilir. Asiyanın şimalında deməli iqlimə qütb küləşləri təsir göstərir. Buna şimal-şərq küləşləri, cənub-qərb hissəsində isə passat küləşləri təsir göstərir və Asiyanın şərq hissəsi və cənub-şərq hissəsində, həmçinin cənubunda mövsümi küləşlər xarakterikdir. Və bunlar da musson küləşləri adlandırılır. Cənubi və Mərkəzi Asiyanın iqliminə relyef əsas təsir edən amillərdən biridir. Bayaq da qeyd etdik ki, dünyanın ən yağıntılı məntəqəsi Himalay dağlarının cənub yamacında, subekvatorial iqlim qurşağında Çeropunçu məntəqəsindədir. İldə orta hesabla 11200 mm yağıntı düşür və dünyada bir dəfədə ən çox yağıntı düşüb 24 min mm və amma orta illik hava adalarından sonra ikinci ən rütubətli yer hesab edilir. Asiyanın mərkəzi hissəsinin iqlimi kəskin və quraqdır və dağ sistemləri rütubətin mərkəzə doğru gəlməsinin qarşısını alır. İqlimin yüksəklik qurşaqlığı Tian-Şan, Himalay dağlarında daha aydın nəzərə çarpır. Yəni, hündürlüyə doğru temperaturun azalması burada iqlimin yüksəklik qurşağı yaranmasına səbəb olmuşdur. Bura diqqət yetirərsiniz. Baxın, bax, bu hissə iqlimin yüksəklik qurşağı adlanır. Sonra
Şimal Buzlu Okean sahillərində arktik iqlim xarakterikdir ki, bura il boyu soyuq, quru hava kütlələri təsiri altındadır. Qışda temperatur -40 dərəcə, 50 dərəcə, yayda isə 0 dərəcə, 4 dərəcəyə qədər qalxır. Şimal-şərq küləklərinin, yəni qütb küləklərinin təsiri altındadır və Şimal Buzlu Okeandan əsir, lakin yağıntı gətirə bilmir, çünki səthi buz bağlayıb buxarlanma getmir. Sonra subarktik iqlim qurşağı arktik və mülayim hava kütlələrinin mövsümi növbələşməsi ilə səciyyələnir. Yay mülayim keçir, mülayim hava kütlələri burada hakim olur. Qış isə sərt, soyuq olur. Arktik hava kütlələri bura təsir göstərir. Demək olar ki, burada əkinçilik inkişafı üçün heç bir təbii şərait yoxdur. Amma əhalinin əsas məşğuliyyəti maralçılıq və xəzləri heyvandarlığıdır. Mülayim iqlim qurşağı Asiyanın çox hissəsini əhatə edir. Qərbi, Şərqi Sibirin iqliminin kontinentallığı ilə seçilir. Yəni bura Qərbi və Şərqi Sibir, Qərbi Sibir və Şərqi Sibir düzənlikləri kəskin kontinental iqliminə görə fərqlənir. Kənd təsərrüfatının inkişafı üçün əlverişsizdir. Yay isti, qış isə çox sərt olur. Şaxtalar bütün il, yəni bütün qış boyunca davam edir və -50 dərəcədən aşağı şaxtalarda müşahidə edilir. Şimal yarımkürəsində soyuqluq qütbləri Oymyakon və Verxoyanski yerləşir. Oymyakonda -72 dərəcə, Verxoyanskidə isə -68 dərəcə temperatur müşahidə edilir. Qışda yağıntı çox az olur və yaxud da heç düşmür. Quru hava hakim olur. Və ona görə də bu ərazilərdə qar örtüyü çox qalın yox, nazik olur. Qar örtüyü ilə qorunmayan yer səthi çox soyuyur və xeyli dərinliyə qədər donur. Və beləliklə burada çoxillik donuşluqlar yaranır. Subtropik qurşaq Asiyada Aralıq dəniz sahillərində Sakit Okean sahillərinə qədər təqribən 40-cı paralel boyunca uzanır. Xüsusən Türkiyə, Azərbaycan, Özbəkistan və s. subtropik iqlim qurşağında yerləşir və başlıca kənd təsərrüfatı sahələrini inkişaf etdirilir. Və burada pambıqçılıq, üzümçülük, tərəvətçilik, meyvəçilik və qoyunçuluq inkişaf etdirilir. Tropik isə Asiyada tam zolaq əmələ gətirmir. O, Pakistan və Hindistan sərhədində yerləşən Tar səhrasında qırılır. Bunun da əsas səbəbi musson rejimi olduğunu qeyd etdik. Cənub-Qərbi Asiyada iqlim tropikdir və quru tropikdir. Ümumiyyətlə, Asiyada rütubətli tropik mövcud deyildir. Cənubi və Şərqi Asiyada ümumiyyətlə, Cənub-Şərqi Asiya və Şərqi Asiyada ümumiyyətlə tropik iqlim müşahidə edilmir. Və suvarma əsasən yeraltı suların hesabına həyata keçirilir və əkinçilik yalnız suvarma şəraitində mümkündür. Cənub-Şərqi və Şərqi Asiyada tropik qurşaq mövcud olmur, mümkün deyil və əsasən subekvatorial iqlimlə subtropik iqlim burada yan-yanadır. Suvarma işləri qış aylarında həyata keçirilir. Təsəvvür edin ki, burada qış irriqasiya, yəni suvarma şəraitində əkinçilik inkişaf etdirilir qışda, yayda isə dəmiyə əkinçiliyində şərait yəni inkişaf etdirilir. Və il boyu əkinçilik üçün şərait var. Çünki aqroiqlim ehtiyatları boldur. Yayda isti keçir, qışda isti keçir. Yay yağıntılı keçir dəmiyə şəraitində, qış isə ya quraq keçir, suvarma şəraitində əkinçilik istifadə edilir. Yəni musson rejiminin çayları qışda suvarmada istifadə edilir ifadəsi doğru ifadə olar. Asiyanın cənub-şərq ucqarında yerləşən adalarda ekvatorial iqlim qurşağı mövcuddur və burada il boyu yağıntı bərabər paylanır. Yağıntının miqdarı 2000-3000 mm-dir. İl boyu temperatur 25 dərəcəyə yaxın və yuxarı olur deyə bilərik. Həmçinin də Şri-Lanka adasının cənub hissəsi, Malakka yarımadasının cənub hissəsində bu iqlim xarakterikdir. Gəlin bir daha ümumiləşdirək bu xəritəmizdə. Asiyanın cənub ucqar nöqtəsi Piyay burnu, həmçinin də Malay arxipelaqında müşahidə edilir. Zond adaları deyək də, Zond adalarında müşahidə edilir. Filippinin cənub hissəsi, Malakka yarımadasının cənub hissəsi, Şri-Lankanın cənub hissəsi, Piyay burnu ekvatorial iqlim qurşağındadır. Sonra subekvatorialla burada subtropik yan-yanadır, ona diqqət yetirərsiniz. Filippin adalarının böyük hissəsi, Tayvan adası, Hainan adası subekvatorial iqlimdə yerləşir. Sonra gəlir subtropik. Subtropik Kiçik Asiya yarımadasından Yapon adalarına qədər davam edir və tropik tam zolaq əmələ gətirmədi. Əsasən Asiyada rütubətli tropik yox, quru tropikdir və səbəb musson şəraiti oldu. Asiyanın da əsas
geniş hissəsi mülayim iqlim qurşağında yerləşir. Sonra şimal hissəsində, mülayimin şimalında subarktik və arktik iqlim səciyyəvidir. Ucqar şərq nöqtəsi materikin subarktik, şimal nöqtəsi isə arktik iqlimdə yerləşir. Sonra davam edək Şimali Amerika ilə. Şimali Amerikanın iqliminin formalaşmasına təsir edən ən mühüm amillərdən biri də təbii ki, birincisi coğrafi mövqeyidir. Şimali Amerika materiki Asiya qitəsində olduğu kimi böyük bir məsafədə şimaldan cənuba doğru uzanır. Şimalında soyuq arktik hava kütlələrinin təsirinə məruz qalır və şimal buzlu okeandan əsən şimal-şərq küləkləri, yəni qütb küləkləri materikin mərkəzi hissələrinə qədər gəlir, temperaturu xeyli aşağı salır. Digər bir amil relyef amilidir. Materikin qərb hissəsində uca, uzun silsilələrin olmasıdır ki, Sakit okeandan gələn hava kütlələrinin qarşısını alır və bura Kordilyer dağlarının qərb ətəklərinə bol yağıntı düşməsinə səbəb olur. Həmçində okean cərəyanları, isti və soyuq cərəyanlar materikin iqliminə təsir göstərir. Şərq hissəsində isti Golf Stream cərəyanı, Antil cərəyanı, cənub hissəsində soyuq Labrador cərəyanı, qərb hissəsində Kaliforniya və isti Alyaska cərəyanı materikin iqliminə təsir göstərir. Materikin sahillərinin girintili çıxıntılı olması da iqlimə təsir edən əsas amillərdəndir. Və materikin mərkəzi hissəsində tornado burulğanları baş verir. Bu da isti tropik hava kütlələrinin, soyuq arktik hava kütlələrinin, müxtəlif tərkibli havanın və müxtəlif temperatura təzyiqə malik olan havanın toqquşması nəticəsində böyük xortumlar, yəni burulğanlar yaranır. Sahil xəttlərinin girintili çıxıntılı olması iqlimə təsir edir. Hudson və Meksika körfəzləri müvafiq olaraq şimaldan və cənubdan quruya doğru irəliləyir və materikin temperaturuna kəskin təsir göstərir. Hudson körfəzinin materikin daxilinə doğru irəliləməsi subarktik iqlimin cənuba doğru meyllənməsinə səbəb olur. Yəni şimaldan gələn soyuq hava kütlələri, soyuq cərəyanlar iqlimin daha da soyumasına səbəb olur. Amma Meksika körfəzi üzərində formalaşan isti və rütubətli hava kütlələri quruya daxil olaraq yağıntını artırır. Cərəyanlar haqqında danışdıq. Sonra iqlimin ümumi səciyyələndirək. Materikin ucqar cənub nöqtəsi Mariota burnu subekvatorial qurşaqda yerləşir. Sonra subekvatorialdan sonra tropik gəlir. Tropikin də iki tipi var. Kaliforniya tərəf quru tropik, Meksika əyaləsinin qərbi quru tropik, şərq hissələri isə Yucatan yarımadası, sonra burada olan adalar, Vestind adaları, Böyük Antil, Kiçik Antil adaları hamısı rütubətli tropikdə yerləşir. Sonra subtropik iqlim gəlir, sonra mülayim iqlim, subarktik və arktik iqlim. Materikin ucqar qərb və şərq nöqtəsi subarktikdə, şimal nöqtəsi arktikdə, cənub nöqtəsi subekvatorial iqlimdə yerləşir. Cənubi Amerika. Təbii ki, bunun da birinci növbədə iqliminə təsir edən amil onun coğrafi mövqeyi, relyef, okean cərəyanlarıdır. Və Şimali Amerika ilə Cənubi Amerika oxşar xüsusiyyətlərdən biri dağların meridional istiqamətində uzanmasıdır. Cənubi Amerikanın da Şimali Amerika kimi qərb hissəsində uzun dağ sistemləri mövcuddur ki, bu da Ant dağlarıdır. Dünyanın ən uzun dağ sistemidir. Materikdə ekvatorial, subtropik, tropik, mülayim hava kütlələri formalaşır və həmin ad çəkilən iqlimlər yaranır. Və qeyd edək ki, burada subekvatorial iqlimin təkrarlanması müşahidə edilir. Və Atlantik okeanının Cənubi Amerika sahilləri boyunca isti Braziliya cərəyanı keçir və bol rütubət gətirir. Sonra bu hissədə isti Gviana cərəyanı keçir, bol yağıntı gətirir. Qərb hissəsində isə soyuq Peru cərəyanı keçir və burada yüksək təzyiq sahəsi yaranır. Yağıntının miqdarı aşağı düşür. Dünyanın ən quraq səhrası, Atakama səhrası yaranır. Başlayaq iqlimindən. Ekvatorial iqlim qurşağı Amazon ovalığının böyük bir hissəsini əhatə edir. Temperatur 25 dərəcə civarındadır. Yağıntının illik miqdarı 1500-3000 mm arasında dəyişir. Və yağıntı il boyu bərabər düşür və bu ərazilər insanların yaşayışı üçün əlverişli deyil, kənd təsərrüfatı üçün əlverişli deyil, bataqlaşmış ərazilərdən ibarətdir. Ekvatorial iqlimin şimal və cənub hissəsində subekvatorial iqlim yerləşir ki, bu da yağıntı fəsildən asılı olaraq dəyişdiyinə görə insanlar tərəfindən daha çox məskunlaşmış ərazilərdən hesab edilir. Yay rütubətli, qış isə quru keçir.
Və yay fəslində yağıntının illik miqdarı, ümumiyyətlə yay fəslində düşür yağıntının əsas hissəsi, amma yağıntının illik miqdarı 1000 mm-dən 2000 mm arasında dəyişir. Rütubətlənmə əmsalı 0,8 1 arasıdır. Amma ekvatorialda vahiddən böyükdür, birdən böyükdür. Tropik qurşaq cənub subekvatorial qurşaqdan cənubda yerləşir və Cənubi Amerikada həm rütubətli, həm də quru tropik mövcuddur. Braziliya yaylasının cənub-şərq hissəsində, La Plata ovalığının şimal hissəsində, Sakit Okean sahillərində yerləşir. La Plata ovalığının şərq, Braziliyanın yaylasının cənub-şərq hissəsində rütubətli tropikdir. Mərkəz və qərb hissəsində quru tropik yayılmışdır. Və burada əslində mərkəz hissəsində dəyişkən rütubətli tropik deyilir. Düzdür, biz Alisovun təsnifatında, yəni 10-cu sinif dərslik proqramında dəyişkən rütubətli tropik keçmirik. Amma bəli, o əslində tam olaraq rütubətli tropik deyil, dəyişkən rütubətlidir. O biraz rütubətlidən fərqlənir. Cənubi Amerikada 30-40 cənub enlikləri arasında subtropik iqlim qurşağı yerləşir və materikin cənub hissəsində isə mülayim iqlim qurşağı səciyyəvidir. Şərqdə Atlantik okean cərəyanlarının iqlimin formalaşmasına təsir göstərir. Həmçində soyuq Falkland cərəyanı iqlimin kontinentallaşmasına və bu hissədə iqlimin daha doğrusu quraqlaşmasına səbəb olur. Mülayim qurşağın Sakit Okean sahillərində yağıntının çox hissəsi bura düşür. 800-2000 mm arasındadır. Onu bura qərb küləkləri gətirir. Həmçində yerli küləklər təsir edir. Amma əsas qərb küləkləri olaraq yadda saxlayarsınız. Cənubdan Antarktida materikinə soyuq hava kütləsi, Antarktida materikindən bura soyuq hava kütləsi təsir göstərir. Bu da iqlimə təbii ki, təsir edən amillərdən biridir. Həmçində Ant dağlarının yüksək hissələrində yüksək dağlıq qurşaq səciyyəvidir. Baxırıq indi. Cənubi Amerikanın ucqar şimal nöqtəsi subekvatorial iqlimdə yerləşdi. Sonra ekvatorial iqlim Amazon ovalığı hövzəsində Ant dağlarındadır. Amazon ovalığının şimal hissəsində və cənub hissəsində subekvatorial iqlim xarakterikdir. Sonra tropik iqlim dedik bura. Şərq hissəsində rütubətli tropik isti cərəyan təsir edir. Qərb hissəsində soyuq cərəyan təsir edir və quru tropik iqlim səciyyəvidir. Burada iqlimin yüksək dağlıq qurşağı yaranır Ant dağlarında. Həmçinin soyuq cərəyan təsir göstərir Falkland cərəyanı bu hissəyə. Subtropik iqlim səciyyəvidir. Subtropikin burada Aralıq dəniz, subtropikin burada kontinental və bərabər rütubətlənən tipi mövcuddur. Cənub hissəsi isə materikin ucqar cənub nöqtəsi də mülayim qurşaqda yerləşir. Materikin ucqar şərq nöqtəsi rütubətli tropik, şimal nöqtəsi subekvatorial, qərb nöqtəsi quru tropik, cənub nöqtəsi isə mülayim qurşaqda yerləşir. Davam edək Afrika ilə. Cənubi Amerika üçün onu da qeyd edək ki, Cənubi Amerikanın qərb hissəsi Atakama səhrasıdır. Dünyanın ən quraq yerlərindən biridir. Demək olar ki, bura son 100 ildə cəmi 5 dəfə leysan yağış yağıb. Qalan hissələrdə isə yağıntı demək olar ki, olmur. Amma dünyanın ən quraq yerlərindən biridir və hətta sakinlər bura duman tutan pərlər qoyaraq, dumanın dağ yamacı boyu yuxarı qalxmasından istifadə edərək dumanı suya çevirib məişətdə istifadə edirlər. Duman tutan pərlər var. Afrikaya gələk. Afrikanın əsas hissəsi tropik xəttlər arasında yerləşdiyinə görə iqlim burada daha istidir və illik günəş radiasiyasının miqdarı 160-220 arasında dəyişir. Günəş ildə 2 dəfə zenitdə olur. Ona görə də il boyu temperatur 20 dərəcədən aşağı düşmür. Lakin burada yüksək dağlıq ərazilərdə Kilimanjaro vulkanı və s. Kenya dağında yəni zirvələrində ən isti ayın orta temperaturu belə 0 dərəcədən yuxarıdır. Qar xətti formalaşır. Ona görə də buradakı müəyyən çayların qidalanmasında buzlaq suları da təşkil edə bilər. Yəni desək ki, Afrikanın bütün nöqtələrində temperatur 0 dərəcədən aşağıdır. Daha doğrusu yuxarıdır. Bu yanlış ifadədir. Və yaxud da bütün nöqtələrində 15 dərəcədən 20 dərəcədən yuxarıdır. Bu səhvdir. Kilimanjaro vulkanı burada var. Sonra materikin mərkəzi hissəsində ekvatorialın şimal və cənub subekvatorial iqlim səciyyəvidir. Həmçinin şimal hissəsində tropik, cənubda da tropik var. Şimal hissəsində yalnız quru tropik, cənub hissəsində isə rütubətli tropik, həmçində quru tropik xarakterikdir. Madagaskar adasının şimal hissəsi subekvatorial, cənub hissəsi isə rütubətli tropik iqlim xarakterikdir. Ucqar şimal nöqtəsi, şimal hissələri və cənub hissələri subtropik qurşaqda
yerləşir. Şimal hissəsi Aralıq dənizdir. Yalnız cənub hissəsi Aralıq dəniz və bərabər rütubətlənən tipdədir. Materikin ucqar şimal nöqtəsi və cənub nöqtəsi subtropikin Aralıq dənizi, şərq və qərb nöqtələri isə subekvatorial iqlim qurşağında yerləşir. Və soyuq kanar cərəyanı, Bengel cərəyanı, Somali cərəyanı iqlimə təsir edən amillərdəndir. Həmçinin də isti, İynəburnu və Mozambik cərəyanları iqliminə təsir göstərir. Gvineya və Anqola cərəyanı da isti cərəyanlardır. Sahil təbii zonası var. Böyük Sahra ilə ekvatorial meşələr arasında sahil təbii zonası var ki, bura demək olar ki, səhralaşmaya intensiv məruz qalan ərazidir. Bəzən demək olar ki, yağış yağmır ilin yağıntılı dövründə və bu ərazilər quraqlıq ərazilərdir. Və bəzən bitkilər elə yağıntı olmadığı üçün tarlada quruyur, heyvanlar su və yemək çatışmazlığından məhv olur. Afrikanın ən çox yağıntılı məntəqəsi Kamerun vulkanı ətəşlərindədir. Kamerun vulkanının cənub-qərb yamacında Debunca məntəqəsidir ki, burada da yağıntının illik miqdarı 1470 millimetrdir. Sonra gəlirik Avstraliyaya. Cənub və Şərq yarımkürəsində yerləşən Avstraliya 3 iqlim qurşağında yerləşir. Şimal hissəsi subekvatorial, mərkəzi hissəsi, yəni ərazisinin böyük hissəsi tropik, cənub hissəsi isə subtropik iqlim qurşağında yerləşir. Cape York və Arlimid yarımadasında cənub subekvatorialdır. Dekabr, yanvar ayları yağıntılı, iyun-avqust ayları isə quraq keçir. Materikin şərq hissəsində isti okean cərəyanı təsir göstərir. Həmçində Passat küləşləri bura bol yağıntı gətirir və şərq hissəsi rütubətli tropik, qərb hissəsinə soyuq Qərbi Avstraliya cərəyanı təsir edir deyə quru tropik iqlim formalaşır və demək olar ki, suarici dağlara qədər quru tropikdir. Burada suarici dağların olması yağıntılı havanın mərkəzə doğru irəliləməsinə mane olur. Cənub hissəsində, cənub-qərbində subtropikin Aralıq dənizi, Nullarbor düzənliyinin cənub hissəsində subtropik kontinental və cənub-şərqində isə bərabər rütubətlənən, həmçində Tasmaniyanın şimal hissəsində bərabər rütubətlənən iqlim, Tasmaniyanın cənub hissəsində isə mülayim iqlim xarakterikdir. Materikin ucqar şimal nöqtəsi subekvatorial iqlimdə, cənub nöqtəsi subtropik iqlimdə, qərb nöqtəsi tropik, ucqar şərq nöqtəsi də tropikdə yerləşir. Yeni Zelandiyada gəldikdə isə, Yeni Zelandiyada mülayim, subtropikin bərabər rütubətlənəni yerləşir. Şimal hissəsində bir balaca rütubətli tropik iqlimə düşür. Demək olar ki, Avstraliyanın iqliminə təsir edən amillər onun coğrafi mövqeyi, daimi küləklər, isti və soyuq okean cərəyanları və relyef oldu. Və Avstraliyada ən yüksək temperatur Darling çayının orta axarlarında müşahidə edilib. Müsbət 58,2 dərəcə Selsi. Qışda dağlıq ərazilərdə temperatur hətta -20 dərəcəyə qədər enə bilər. Baxmayaraq ki, dağların hündürlüyü çox deyil, amma qışda temperatur aşağı düşür. Bu da cənub bu baxırıq, yağıntının əsas hissəsi qış fəslində düşüb. Deməli, bu cənubun Aralıq dəniz iqlimidir. Bu da Avstraliyanın kənd təsərrüfatı xəritəsidir ki, əsasən səhra rayonlarında istifadə olunmayan və az istifadə olunan ərazilərdir. Bu yaşıl rəngdə verilən hissələrdə xırdabuynuzlu heyvandarlığın inkişaf etdiyi ərazilərdir. Subtropik iqlim daxilində taxılçılıq və sitrus bitkiçiliyi inkişaf etmişdir. Ətli südlü heyvandarlıq isə bu sarı hissələrdə, yaşıllıqlarda, yəni subekvatorial iqlimdə inkişaf etmişdir. Həmçində tropik iqlim var burada. Sonra bu aqroiqlim ehtiyatlarının xəritəsidir. Ümumiyyətlə, aqroiqlim ehtiyatları nədir? 10 dərəcədən yuxarı fəal orta sutkalıq temperaturların illik cəmi, bitkilərin inkişafına təmin edən günəş işığı, bitkilərin vegetasiya dövründə düşən atmosfer yağıntıların miqdarı, qarın örtüyü, onun qalınlığı və ya səthə qalma müddəti, bir də şaxtalı günlərin sayı. Amma aqroiqlim ehtiyatlarının əsas göstəricisi nədir? Əsas göstəricisi 10 dərəcədən yuxarı fəal orta sutkalıq temperaturların illik cəmidir. Buradan da görürük ki, tropik iqlim qurşağı daxilində aqroiqlim ehtiyatları boldur. Ekvatorial, subekvatorial və tropikdə aqroiqlim ehtiyatları daha boldur. Artıq ekvatordan qütbə doğru getdikcə aqroiqlim ehtiyatları azalır. İstilik harda çoxdursa, aqroiqlim ehtiyatları orada boldur. Məsələn, tropik enliklərdə aqroiqlim ehtiyatları mülayim enliklərə nisbətən daha çoxdur. Lakin burada
Suyun olmadığı üçün deməli, əkinçilik daha zəif inkişaf edir. Mülayimdə əkinçilik yüksək inkişaf etmişdi. Amma aqroiqlim ehtiyatları tropiklərdə daha boldur. Çünki, məsələn, Hindistan yarımadasında, Hindçin yarımadasında aqroiqlim ehtiyatları ildə 2 dəfə məhsul götürməyə imkan verir. Çünki burada yağıntı da mövcuddur. Bir dəfə yağıntı, bir dəfə də suvarma şəraitində. Ərəbistan yarımadası böyük səhrada da yağıntı olsa və yaxud da su olsa, təbii ki, ildə 2 dəfə əkinçilik əldə etmək mümkündür. Sonra qlobal iqlim dəyişmələrində transqressiya və reqressiya mərhələlərindən danışaq. Transqressiya dəniz, reqressiya isə quru mərhələsidir və e, geoloji dövrlər ərzində təkrarlanmışdır. Ona görə transqressiya və reqressiya çoxillik ritmlərə aiddir. Paleozoin əvvəlində qədim platformanın səthi tədricən əyilmiş, dayaz dəniz sahələri yaranmışdır. Və biz qeyd etmişdik ki, Pantalasın sahəsinin artması Paleozoin əvvəlində, azalması isə Paleozoin sonunda baş verir. Və bu da dəniz mərhələsidir. Paleozoin əvvəl dəniz mərhələsi baş verir, sonunda isə Kaledon qırışıqlığı baş verir, litosfer havalar toqquşur, dağlar əmələ gəlir və yer qabığı qalxır. Beləliklə, suyun sahəsi kiçilir, quru sahəsi çoxalır və quru mərhələsi baş verir. Paleogen dövründən indiyə qədər ən böyük transqressiya, yəni dəniz mərhələsi baş vermişdir. Hal-hazırda yer öz inkişafının dəniz mərhələsindədir. Paleozoin əvvəl dəniz mərhələsi, Paleozoin ortalarına, Mezozoin ortalarına qədər quru mərhələsidir. Mezozoin ortaları dəniz mərhələsi baş verib, Mezozoin sonu quru mərhələsi. Paleogendən indiyə qədər də dəniz mərhələsi hesab edilir. Dəniz transqressiyası dağların dağılması nəticəsində əmələ gəlir. Yəni, xarici qüvvələrin təsiri ilə dağlar parçalanır, yer qabığı enməyə başlayır və suyun sahəsi artır, dəniz yaranır, dənizlərin sahəsi genişlənir, qurunun sahəsi azalır. Səthin əks etdirmə qabiliyyəti azalır, səth örtüyü qızır, iqlim istiləşməsi və rütubətlənməsi baş verir və istisevər orqanizmlər inkişaf edir, soyuğa davamlı canlılar məhv olur. Kömür yataqlarının yaranması və buzlaşmaların olmaması xarakterikdir. Quru mərhələsində isə tektonik qalxmalar baş verir, dağlar geniş sahə tutur, səthin əks etdirmə qabiliyyəti artır, istilik tutumu isə azalır. Səthin soyuması baş verir, iqlim soyuqlaşır və quraqlaşır. İstisevər bitkilər məhv olur, soyuğa davamlı bitkilər yaranır. Buzlaşmalar baş verir. Son illərdə meteoroloji hadisələrdən biri də iqlimi dəyişmələridir və son illərdə də bu kəskinləşmişdir. İqlim dəyişmələri nəticəsində demək olar ki, passat küləşlərinin sürəti zəifləyib, muson küləşlərinin gətirdiyi yağıntıların miqdarı isə azalıb. Regionlarda quraqlıq hadisələri kəskinləşmişdir. Buzlaşma da, istiləşmə də meteoroloji hadisələrdən hesab edilir. Kaynoza erasında, yəni 65 milyon il əvvəldən başlayaraq yerdə temperatur aşağı düşmüş, qütb ətrafında buzlaqlar yaranmışdır. Amma Antarktida buzlaqlarının yaşı cəmi 5 milyon ilə bərabərdir. Yer kürəsində havanın orta illik temperaturu 0,2 dərəcə artarsa, okean dənizlər suları səviyyəsi qalxar və okeanların sahəsi genişlənər. Baxın, 0,2 dərəcə artsa nə baş verər? Burada isə yer kürəsində havanın orta temperaturu 26 dərəcə artarsa nələr baş verər? Hal-hazırda yer kürəsinin orta temperaturu 14,5-15 dərəcədir və 26 dərəcə olarsa, demək olar ki, əksər ərazilər su altında qalırlar. Bu transqressiya reqressiyanın sxemidir. Təzədən təkrar verilir. İzlədiyinizə görə təşəkkür edirəm. Düşünürəm ki, hər kəs üçün faydalı oldu.